Salam, hər vaxtınız xeyir. Demin 9-cu siniflər üçün olan test kitabından natural ədədlər bölməsində olan test tapşırıqlarının izahlarına baxacağıq. Bundan öncə yerləşdirdiyim videoda o qədər gözəl rəylər yazmışdınız ki, buna görə hər birinizə təşəkkür edirəm və düşündüm ki, sizə kitabı başdan sona qədər bütün testlərini ayrıntıları ilə izah edib dəstək olum. Gəlin vaxt itirmədən başlayaq. Suallara. Deməli uşaqlar, birinci tapşırıqda deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Əslində çox asan bir sualdır. Bilməlisiniz ki, qalıqlı bölmədə hansısa verilməyəndə necə tapırıq? Məsələn, deyir ki, hər hansısa bir ədəd var burada. Onu neçəyə bölmüşük? 17-yə. Bölürük 17-yə. Cavabda nə alınır? 3. Qalıqda da ki 16 alınır. Baxın, əgər birinci yerdə dayanan bölünən, yəni yoxdursa, o zaman onu tapmaq üçün 17 ilə 3-ü bir-birinə vuracağıq. Üstünə də 16 gələcək. Deməli, 17-ni 3-ə vursam 51. Üstünə də 16 gəlsəm 67. Sizə bir şey deyəcəm, yəni tam səmimi bir etiraf eləyim ki, mən özüm abituriyent olanda bu qalıqlı bölmədə nəyi necə tapmaq lazımdır, əzbər yadımda saxlaya bilmirdim. Çünki mənim əzbərim elə də yaxşı deyil. Baxın, siz nə edirdim? Məsələn, qabağıma çıxanda, düzdür, bu biraz vaxt alır, amma yəni mənim kimi əzbəri yaxşı olmayanlar bu yolu tətbiq eləyə bilər. Götürürdüm, tutaq ki, bir dənə qalıqlı bölmə yazırdım. Deyirdim ki, məsələn, 8 bölünsün, tutaq ki, 3 cavab eləyir. 3 olmasın da, məsələn, 8-i bölürəm 5-ə, cavab eləyir 1, qalıq qalır 3. İndi buradakı yoxdur da, oturub fikirləşirdim ki, görəsən bunu tapmaq üçün nə etməliyəm? Bunları bir-birinə vursam, üstünə də bunu gəlsəm, 8-i alaram. Oradan özümə qayda çıxarırdım ki, deməli 5-i 1-ə vurub üzərinə 3 gəlmək lazımdır. Yəni buradakını buna vurub üzərinə 3 gəlmək lazımdır. Yəni mən bu cür vəziyyətdən çıxırdım. Amma yəni sizin əzbəriniz yaxşıdırsa, əzbərliyin getsin. Buna nə ehtiyac var? Keçək ikincisinə. Yenə deyir x-i 19-a böldükdə natamam qismətdə 3, qalıqda 14 alınır. Yenə nə edəcəyik? 19-u 3-ə vuracağıq. 19 vurulsun 3. Üstə gəlsin 14. 19-u 3-ə vuranda 27, 57. Üstünə də 14 gələndə cavab edəcək neçə? 71. Cavab elədi Y variantı. Sonra uşaqlar 3-cü tapşırığa gəlin baxaq. Bunlar çox asandır. Deyir, ədədlərdən hansı 18-ə qalıqsız bölünür? Deməli, siz 18-ə bölünmə qaydasını bilməlisiniz ha. 18-ə bölünmə qaydası bilsiz hansı ədədlərdir? Əgər ədəd həm 2-yə, həm də 9-a bölünürsə, deməli o ədəd 18-ə tam bölünəcək. Bu siz necə yadda saxlaya bilərsiniz? 2-ni 9-a vuranda neçə eləyir? 18. Yəni bu şəkildə yadda saxlaya bilərsiniz. Yaxşı, bəs ola bilər də indi aramızda birinci sıfırdan başlayırıq axı 9-cu sinif imtahanına hazırlaşmağa. Yəni ola bilər ki, aramızda 2-yə bölünmə qaydasını bilməyənlər olsun. Heç nə olmaz, problem deyil. Əsas odur ki, dəftəriniz yanınızda olsun, bir qayda dəftəri olsun yanınızda və mütləq şəkildə bu dediyim qeydləri, mən nəyi ki qırmızı ilə yazıram, onları mütləq ki dəftərinizə qeyd eləyin. Deməli uşaqlar, 2-yə bölünən ədədlər cüt ədədlərdir. Deməli, siz sözlə indi özünüz başa düşdüyünüz kimi yazın da. İndi mən oturub bunu sözlə yazsam, videomuzun müddəti 2 saatı keçər. Deməli, sonu cüt rəqəmlə bitən ədədlər 2-yə bölünür. Bəs cüt rəqəmlər hansıdır? Yəni sonu 0, 2, 4, 6, 8. Bax, sonu bu rəqəmlərlə bitirsə ədədin, deməli o mütləq 2-yə bölünəcək. Yaxşı, bəs 9-a bölünmə qaydası nədir uşaqlar? 9-a bölünmə qaydası isə rəqəmlərinin cəmi ilə müəyyən olunur. Yəni biz ədədin içində olan bütün rəqəmləri bir-bir toplayırıq. O topladığımız ədəd 9-a bölünəcəksə, deməli həmin ədəd 9-a bölünür. İncəlin baxaq. Deməli dedik ki, nə olmalıdır? 2-yə bölünməlidir. 2-yə bölünənləri buradan seçirəm. Yəni sonunda cüt olanları seçirəm. Bax, bunun sonunda cüt yoxdur. Bunu sildim. Bunun da sonunda cüt yoxdur. Bu da getdi öz işinin dalınca. Bax, bu da sonu cüt deyil.
Bu da getdi. Yerdə qaldı B ilə C. İndi bunların ikisi də 2-yə bölünür. Amma 9-a da bölünməlidir ki, o 18-ə bölünsün. İndi baxaq görək 9-a bölünən hansıdır? Bax B variantını yoxlayıram. Gəlin bunun rəqəmlərini cəmləyək. Baxın 7-nin üstünə 4 gəldim 11. 11-in üstünə 3 gəlsəm 14. 14-ün üstünə 7 gəlsəm 21, 21-in də üstünə 4 gəlsəm 25 eləyir. Deməli uşaqlar, rəqəmlərin cəmi 25 elədi. 25 9-a bölünmür ki? Yox, deməli bu da getdi. Təbii ki, cavab C variantıdır, amma yoxlayaq da, heç bəlkə o da deyil. Bəlkə test səhvdir. Deməli, 7, 7, 14, 4 ilə 4-ü toplasam 8, bir dənə də burada nə var? 5 var. O da eləyəcək, deməli 14-ün üstünə 8 gəldim 22, 22-nin də üstünə 5 gəldim 27. Deməli 27 9-a bölünürsə, deməli düz imiş C variantı. Daha sonra uşaqlar davam eləyək. Ay, əgər deməli imtahana hazırlaşırsınızsa, mənim onlayn dərslərimə qoşula bilərsiniz. Baxın burada qeyd olunub. Əlaqə nömrəsi 050 874 88 67. Bir də onu qeyd edeyim ki, mənim ödənişsiz WhatsApp qrupumda var ki, orada şagirdlərə müəyyən mənada dəstək oluram. Dərsləri ilə bağlı təbii ki, istəsəz qoşula bilərsiniz. Keçək davamına. 4-cü tapşırıqda da deyir ki, ədədlərdən hansı 15-ə qalıqsız bölünür? Deməli, uşaqlar, 15-ə bölünmə əlaməti də necədir? 15-ə bölünmə əlaməti də odur ki, ədəd həm 3-ə bölünsün, həm də 5-ə bölünsün. Bunu da belə yadda saxlaya biləcəksiniz təbii ki. 3-ü 5-ə vuranda 15 edir. Yəni oradan artıq bu sizin yadınızdan çıxmayacaq. İndi gəlin 3-ə və 5-ə bölünmə qaydalarına baxaq görək necədir. Uşaqlar, 3-ə bölünmə əlaməti də həmçinin rəqəmlərinin cəmi ilə təyin olunur. Yenə də 9-da necə elədiksə burada da elə. Rəqəmləri cəmləyirik. Əgər o aldığımız ədəd 3-ə bölünəcəksə, deməli həmin ədədin özü də 3-ə bölünəcək. 5-ə bölünmə qaydası isə son rəqəmə əsasən təyin olunur. Əgər ədəddəki sonda dayanan rəqəm ya 0 ya da 5-dirsə, yəni bunların ikisindən biri olarsa, deməli ədəd 5-ə bölünəcək. Məsələn, mən burada baxıram ki, bütün ədədlərin sonu 0 ilə qutaran da var, 5 ilə qutaran da var. Deməli, bunlar hamısı 5-ə bölünür. İndi iş orasındadır ki, baxaq görək 3-ə bölünən hansıdır hələ bunların içində. Məsələn, A variantını yoxlayaq, A-dan başlayaq. 6-nın üstünə 4 gəldim, 10, 3-ün üstünə 7 gəldim, 10, rəqəmlərin cəmlədim 20. 20 3-ə bölünmür, getdi. Deməli, hara getdi bu? Deməli, bu getdi. Sonra B variantına gəlin baxaq. Deməli, burada 3 ilə 7 var yenə, eləyəcək 10. 4 ilə 6 da var, yenə eləyəcək 10. Rəqəmlərin cəmi yenə də 20 eləyəcək. Bu da lazım deyil mənə. C variantına baxaq. Baxın, 4 ilə 5-i toplayanda 9. 6 ilə 2-ni toplayanda 8. Üstünə də 5 gələcəm, düzdürmü? Bax, bunları toplayıram. 9 üstə 8, 17. 17-nin də üstünə 5 gəlsəm, cavab eləyər 22. Görürsünüz, rəqəmlərin cəmi 22 3-ə bölünmür, getdi. D variantını yoxlayaq. Baxın, 3 ilə 7-ni toplasam 10. 4 ilə də 4-ü toplasam 8. Onun da üstünə 8 gəlsəm 18 3-ə bölünür. Elə cavab D variantıymış. Beşinci tapşırığa baxaq. X-in hansı qiymətində bax bu ədədi 9-a qalıqsız bölünür. Yenə yadımıza salaq, 9-a bölünmə qaydası bayaqları dedik. Rəqəmlərinin cəmi ilə təyin olunur da, düzdürmü? İndi gəlin biz buradakı bax bu rəqəm ki var, bax bunun rəqəmlərini cəmləyək. Bax orada 2 rəqəmi var, x var, 3 var, 5 var, 4 var. Bütün bunların hamısını cəmləyəcəm, cavab eləyəcək 14 üstə gəlinsin x. İndi bunun 9-a bölünməsi üçün 14-ün üstünə nə gəlsəm 9-a bölünən bir ədəd alaram. Təbii ki, 4 gəlməliyəm də. 14-ün üstünə 4 gələndə eləyəcək 18. 18-i də 9-a bölmək olacaq. Deməli, x-in yerində 4 olmalıdır. Keçdik 6-ya. Ən asan su tapşırıqlardan biridir. Bir ədədi 8-ə böldükdə qalıq hansı ədəd ola bilməz? Ümumiyyətlə, uşaqlar, yadda saxlayın.
ədədi 8-ə böləndə qalıqda ancaq 1-dən 8-ə qədər, yəni ən son 7 alına bilər qalıqda. Da 8-in özü, nə bilim 8-dən böyük 9, 10, 11 bunların heç birisi qalıq ola bilməz. Və yaxud da tutaq ki, mən ədədi 15-ə bölürəm. Qalıq ancaq 15-dən balaca olmalıdır. Yəni 1-dən 14-ə qədər qalıq ala bilərəm. Day 15, 16, 17 ola bilməz. Yəni mən hansı ədədə bölürəmsə, qalıq ancaq ondan balaca olmalıdır. Həmin ədədin özü və ya ondan yüksəkdə qalıq ola bilməz. İndi mən baxım, 8-ə böləndə 8-dən böyük ədəd ola bilməz. Cavab B variantı. Sonra uşaqlar 7-yə baxaq. Deyir 2 və 5-ə tam bölünəni göstərin. 2-yə bölünmə əlaməti necə idi? Sonu cütlə olmalıdır. Düzdür? İndi mən baxım görüm sonu cüt olan. Məsələn, B variantının sonunda 5 var, cüt deyil. D variantının sonunda cüt deyil, yəni 5 var. Bunlar getdi. 5-ə bölünmə əlaməti isə sonu 0 və ya 5 ilə bitənlərdir. İndi mən bu sildiyim variantlardan, yerdə qalanlardan sonu 0 ilə 5 ilə bitən ancaq Y variantıdır. Yəni 0 və ya 5 ilə bitən bir dənə Y variantı. Sonra 8-də deyir 2-yə və 3-ə bölünəni göstərin. Birinci 2-yə bölünənləri seçək burada. Görürsünüz bunun sonu cüt deyil. Bunun da sonu cüt deyil. Heç birisi 2-yə bölünmür. İndi gəlin 3-ə bölünəni seçək yerdə qalanlardan. Məsələn, A variantında 6, 4 topladım elədi 10. Onun üstünə 4 gəlsəm 18. 18-in üstünə 2 gələndə 20. 22-nin də üstünə 20-nin də üstünə 5 gələndə bu rəqəmlərinin cəmi eləyir 25. Bu 3-ə bölünmür. Bu getdi. Buna baxaq. 7-nin üstünə 5 gəldim, 12, 12-nin üstünə 6 gəldim, 18, 18-in üstünə 2 gəldim, 20. Bu da 3-ə bölünmür. Mən nəyəsə düz baxmadım. 6, 4, 10, 14, 19, bax, uşaqlar, mən A variantına düz baxmamışam. Baxın, 6-nın üstünə 4 gəldim, elədi 10. Onun üstünə 4 gəldim, elədi 14. 14-ün üstünə 5 gəldim, elədi 19. 19-un da üstünə 2 gəldim, elədi 21. 21 3-ə bölünür. Elə cavab A variantıymış. 9-a baxaq. Deyir ki, kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Deməli, baxaq. Deməli, kitabın, dəftərin və qələmin hamısı bir yerdə qiyməti 16 manat imiş. Yəni, üçünə birlikdə 16 manat pul veririk üçünü almaq üçün. Prosto indi hər birinin qiyməti bahalaşır. 2 manat bahalaşır. Yəni, bu kitabın da qiyməti 2 manat bahalaşdı. Artıq bizim xərcimiz 2 manat artdı. Dəftərin də qiyməti 2 manat bahalaşdı. Qələmin də qiyməti 2 manat bahalaşdı. Onda hamısının birlikdə qiyməti nə olacaq? Toplayaq da. Bu 3 dənə 2-ni toplayanda 6 eləyir. 16 ilə də 6-nı toplasam eləyər 22. Deməli, hamısına birlikdə 22 manat pul gedəcək. Sonra, deyir ədədlərdən neçəsi təkdir? Uşaqlar, bayaqları biz cütləri yazmışdıq, amma təkləri yazmamışdıq. Amma yəqin ki, başa düşdünüzsə, təklər. Sonunda 1, 3, 5, 7, 9. Bax, sonunda bu rəqəmlər olanlar təkdir. İndi məsələn, baxaq. Görürsünüz, bax, sonunda 5 var, bu təkdir. Sonunda 3 var, bu təkdir. Bu cütdür, bu da cütdür. Bax, sonunda 3 var, təkdir. Sonunda 9 var, təkdir. Neçə dənəsi oldu? 4 dənəsi. Deyir, ədədi 7-yə böldükdə qalıqda hansı ədəd ola bilməz? Bayaq dedik, 7 və 7-dən böyük heç birisi ola bilməz. B variantı. 12-də deyir, ulduzun yerinə hansı rəqəm olmalıdır ki, 4 rəqəmli ədədi 9-a qalıqsız bölünsün. Neyniyəcək? Yenə rəqəmlərinin cəmi ilə 6, 4, 3-ü toplayıram. Belə bir ədəddir də. Deməli, 6-nı, 4-ü, 3-ü toplayıram. İndi o ulduz da nədirsə, onu da gələndə üstünə cavab 9-a bölünən bir şey alınmalıdır. İndi baxaq görək.
10 üstünə 3 gəlsəm, 13 üstə gəlinsin, bax bu ulduz. Və bu 9-a bölünməlidir. 9-a bölünən 13-dən böyük olan ədəd də ki, 18-dir də. 13-ün də üstünə neçə gəlsəm 18 eləyər? 5. Demək ki, cavab C variantı. 13-ə baxaq. Deyir, ulduzun yerinə hansı rəqəm olmalıdır ki, bu 4 rəqəmli ədədi 9-a tam bölünsün. Yenə də eyni şəkildə rəqəmləri cəmləyək. 5-in üstünə 6 gələndə 11, 11-in üstünə 2 gəlsəm 13, 13 ilə mən eyni şey yazıram. Hə. Eyni şey deyil, amma rəqəmlərin cəmi eyni olur. Çaşdım, elə bildim səhv köçürtmüşəm. Nəysə, rəqəmləri cəmlədik. Heç nə, yenə 13-ün üstünə nə gəlməliyəm? 5 gəlməliyəm, 18 olsun. Artıq bildiniz bunu. Y variantı 14-ə baxaq. Deməli, deyir ki, bura bir dənə təzə səhifə əlavə edeyim. Hə, deyir ki, 630 ədədini neçə müxtəlif sadə vuruğu var? Çox asan. Sadə vuruqlarını ayıraq da bunu. Neyniyəcəm uşaqlar? 2-yə bölürəm bunu. Eləyir. Üzürlü sayın. 315. 315 3-ə bölünür. Eləyir 105. 105 3-ə bölünür. Eləyir. Neçə eləyir? 3 dəfə 35. 35 5-ə bölünür. 7. 7 də 7-yə bölünür. 1. İndi bunun içində fərqli olanlar hansıdır? Bax, 2 var. 3 var. Da bu birisi 3-ü götürmürəm də. Məndən fərqliləri istəyir axı. 5 var, 7 var. Neçə dənə oldu fərqlilər? 1, 2, 3, 4 dənə. C variantı. 15 uşaqlar, 15-ə belə baxanda deyə bilərsiniz ki, ayda bu nədir? Bunu hesablamaq var. Təbii ki, hamımız bunu hesablamağı bilirik. Amma iş orasındadır ki, mən istədim ki, buranı böyüdüm. Hə, amma iş orasındadır ki, bunu hesablamaq çox asandır. Baxın, mən görürəm ki, burada da 57 var, burada da 57 var. Mən o 57-ni çıxardıram mötərizənin xaricinə. Qalır 38 üstə gəlsin 42. Çıx. Baxın, burada da 37 var, burada da 37 var. İndi 37-ni çıxardacağam çölə, qalacaq 38 üstə gəlsin 42. Niyə burada çıx yox üstə oldu? Çünki mən mötərizənin qabağında çıx qoymuşam. Onda mötərizənin içi əksinə olmalıdır. İndi uşaqlar baxaq. 38 üstə 42 gəlini neçə eləyir? 80. Düzdürmü? 80. Çıx. Bu niyə rəngi dəyişdi? Hə. 80 çıx. 37 vurulsun yenə 80. İndi 80-lər ortaq çıxdı da. 80-i çıxardıram. 57 çıx 37 qalır mötərizənin içində. 57-dən 37 çıxanda 20. 20-ni də 80-ə vursam 1600 eləyir. Burada cavab düşməyib. Ya D variantıdır uşaqlar, ya da Y. Özünüz indi baxıb taparsınız da. Sonra 16-ya gəlin baxaq. 16-ya. Deməli, yenə eyni şeydir. Yenə də nə etmək lazımdır? Mötərizənin xaricinə çıxartmaq lazımdır. 16. Eyni olanlar, baxın, 38, 38, 37, 37 eynidir. 37-ni çıxardıram, qalır 54 ilə 46-nın cəmi. Bu tərəfdə də 24 ilə 24 eynidir. Yenə də 24-ü çıxardacağam. Qalacaq nə? 54 çıxılsın 46. 54 çıx, yox, üstə gəlsin 46 dedik. Axı mənfi çöldə qalanda içəridəkilər tərs yazılır. 37 vurulsun 54-ün üstünə 46 gəlsəm 100. Çıx 24 vurulsun yenə də 100. İndi də eyni olan 100-dür. 37 çıxılsın 24. 37-dən 24 çıxsam neçə eləyir? 6, 7, 13. Onu da 100-ə vursam yanına 2 dənə 0 gəlir. 1200. Cavab C variantı. 17-yə baxaq.
Deyir ki, əkob çıxılsın əbob. Fərqini hesablayın. Uşaqlar, ümumiyyətlə siz əkobu, əbobu bilməlisiniz. Yəni başqa çarəniz yoxdur. Öyrənməlisiniz bunu. Amma ki, sırf burada əkobla əbobun qısa qaydasından istifadə eləyəcəyik. Bax, qeyd aparın yenə. Əgər ədədlərdən biri digərinə bölünürsə, onda uşaqlar, əkobla əbob bilirsiniz nə olur? Balaca ədəd olur əbob. Böyük ədəd olur əkob. Aydındır? İndi baxaq bura. 19 ilə 38 bir-birinə bölünür. Yəni 38-i 19-a bölmək olur. Deməli, əkob hansı olacaq? Böyük ədəd. Yəni neçə? 38. Deməli, orada əkob 38-dir. Sonra davam edirəm. 12, 13. 12 ilə 13 necə ədədlərdir? Ardıcıl ədədlər. Bax, yadda saxlayaq. Ardıcıl ədədlər, həmçinin ardıcıl tək ədədlər, bunlar uşaqlar qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər olduğu üçün də onların əbobları 1-dir. İndi baxaq, 12 ilə 13 ardıcıl gəldiyi üçün onların əbobları 1-dir. Əbobun 1 tapdığımız üçün çıxıram əbobu, yəni 1-i, cavab eləyir 37. B variantı. Keçirik 18-ə. Yenə də, amma yox, indi hesablamaq lazımdır uşaqlar. Hesablayacağıq. Əkobla əbobu hesablayacağıq. İndi gəlin sizə əkob əbob tapmağı öyrədim. Baxın, 2 dənə ədəddir. 30 ilə 54. Mən bunların həm əkoblarını tapacağam, həm əboblarını tapacağam. Sonra da onları çıxacağam. Gəlin biraz yuxarıları təmizləyim. Ekranda az şey olsun. Çox şey olanda mən əsəbləşirəm. 30-u sadə vurğularına ayırıram. 2-yə bölürəm 15, 3-ə bölürəm 5, 5-ə bölürəm 1. Sonra 54-ə keçirəm. 54-ə deməli 2-yə bölürəm 27, 3-ə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. İndi burada eyni olanlara bir dənə işarə qoyuram. Nə istəyirsiniz qoyun da. Eyni olduğunu bildirəcək bir işarələr qoyun. Deməli, mən bunların əkobunu tapmaq istəyirəmsə, yəni 30 ilə 54-ün əkobunu tapmaq istəyirəmsə, hansısa birini götürürəm. Məsələn, 54-ü götürəcəm. Vuracam burada hansına işarə qoymamışdımsa, yəni hansı ortaq deyildisə, ona vuracam. O da eləyəcək 270. Əbob tapanda isə yenə ədədin birini götürəcəm. Bu səfər onun içində işarə qoyduqlarımı seçəcəm. Yəni ortaq olanları seçəcəm. Ortaq olanlar da hansıdır? 2 ilə 3-dür. 2 ilə 3-ü vuracam bir-birinə. Eləyəcək 6. Deməli, əkob 270 oldu. Çıxılsın. Əbob 6 oldu. 270-dən 6 çıxanda nə edir? 263 edir. 64 264. B variantı üzürlü sayın. Sonra gəldim daha əsas məsələlərə. Deyir ki, bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Deməli uşaqlar, bir dənə bölmə əməli yazacağam burada. Məsələn, A bölünsün B bərabərdir C. İndi mən bilirəm ki, bax bu bölmə əməlində mən o bölməni kəsr xətti ilə ifadə edə bilərəm. Surətdə A, məxrəcdə B yaza bilərəm. Bax bu nəyə bərabərdir? C-yə bərabərdir. Düzdürmü? İndi gəlin bir dənə üstündə yazaq görək hansıdır. Deməli, bax bu bölünəndir. Bu bölünəndir. Bu böləndir. Bu da qismət. Düzdürmü? Bu da qismətdir. İndi mənə deyir ki, bölünəni 4 dəfə azalt. Bölünən A-dır. Onu 4 dəfə azaldanda A-nı 4-ə böləcəm. Yəni məxrəcə düşəcək. Böləni deyir, neynəmək lazımdır ki, qismət, yəni C 3 dəfə artsın. Yəni C-ni 3-ə vuraq. İndi gəlin baxaq.
Nəyi 4-ə böləndə 3 eləyər? 12-ni. Bu da deməli 12 dəfə ya artmaq, ya da azalmaq söhbəti var burada. İndi görək nədir? Nəyi deyir? Böləni. Söhbət nədən gedir uşaqlar? Mən bu niyə şey elədim? Hə. Söhbət nədən gedir uşaqlar? Böləndən gedir də, düzdürmü? İndi gəlin baxaq görək bölənə biz nə etmişik ki, elə oldu? Bax bölən hansıdır? Bax budur bölən. İndi mən nə edəcəm? 12 görsüz bölən 12-yə vurulmuyor. Amma bu 12 ona görə burdadır ki, əslində B-ni mən 12-yə bölmüşəm. Amma məxrəci hər zaman surətə qalxır. B 12-yə bölünüb nə deməkdir? Yəni 12 dəfə azalıb D variantı. Bu tapşırığı məsələn mən belə çox rahat eləyirəm də. Yəni hər dəfə belə eləyirəm bu tapşırıqları və bu mənə çox rahat gəlir. Həmişə kəsrlə eləyirəm. Məsələn bax, deyək ki, belə bir kəsir. Bu kəsirin qiymətinin 4 dəfə azalması üçün mən bölünəni nə etməliyəm? 4 dəfə azaltmalıyam. Kəsirin qiymətinin 4 dəfə azalması üçün böləni nə etməliyəm? 4 dəfə artırmalıyam. Yəni belə mən həmişə yadımda saxlamışam. Abituriyent vaxtımdan 1-ci qrupa hazırlaşmışam mən. Orda fizika vardı. Fizikada belə suallar çox idi da. Mən bu şəkildə həmişə çox rahat gəlib. Amma elə uşaq da var ki, nümunə qoyur, eləyir və düz də çıxır, hər dəfə də düz alır. Məsələn bax, məsələn 8 bölünsün 2 bərabərdir 4. Bu bölmə əməlidir də. Bölünəni 4 dəfə azaldıram. Yəni 8-i 4 dəfə azaltdım, elədi 2. Böləni necə dəyişmək lazımdır? Bilmirəm, hal-hazırda bilmirəm, buna boş qoyum. Qismət deyir 3 dəfə artsın. 4-ü 3 dəfə artırıram, eləyir 12. İndi 2-ni nəyə vurmaq lazımdır 12 eləsin? Burada fərqli oldu axı, bu nədir? Nə səhv elədim? Bax görürsüz, mənə rahat olan odur deyə. Ona görə siz də həmişə baxmayın ki, nə bilim, filan kəs bununla eləyir, mən də belə eləyim. Yox. Sizə nə rahatdırsa o cür eləyin. Nəysə, indi mən baxım görüm burada nə səhv elədim. Bölünən 8-dir, onu 4 dəfə azaltdım. Elədi 2. Burada bölmək olmayacaq da. 2-ni nəyə böləndə 12 eləyir? Biraz qarışıq oldu da. Gəlin biraz böyük bir şey qoyaq bura. Məsələn, 48 bölünsün 24 bərabərdir 2. İndi mən bölünəni 4 dəfə azaltdım. Elədi 12. Bunu necə dəyişmək lazımdır bilmirəm. 2-ni də 3 dəfə artırdım, oldu 6. 12-ni nəyə bölsəm 6 eləyər? 2-yə. 24-dən 2 almaq üçün onu eləmişəm. 24-ü 12 dəfə azaltmışam da. Yəni 12-yə bölmüşəm ki, o 2 olub da, düzdür? Yəni uşaqlar belə eləyir. İndi sizə baxın da, hansı rahat gəlirsə o üsuldan istifadə eləyin. 20-yə keçək. Deməli, 20-də deyir ki, n-in hansı qiymətində əkop ifadəsi bərabərdir 10 bərabərliyi doğrudur deyir. Uşaqlar, baxaq. İndi biz bayaqları dedikdə qaydanı. Dedik ki, ədədlərdən biri digərinə bölünürsə, onun içində böyük olan əkop olur. Deməli, burada da ədədlərdən birinin digərinə bölünmə necə deyim, əlaməti var ki, mən onların böyüyünü götürmüşəm əkop. Deməli ki, böyük nədir? 10-dur da. Bax, bu böyükdür. Deməli, n kiçik olmalıdır. Yəni, elə ədəd olmalıdır ki, ona bölünsün. Ona bölünən, ondan kiçik olan ədədlər hansıdır? Onu 1-ə bölmək olur, 2-yə bölmək olur, 5-ə bölmək olur. Elə onun özünə bölmək olur. Yəni, burada sırf ona bölünən ədədlər olacaq. 1, 2, 5, 10 D variantı. Bax, 21-də də yenə deyir, n-in hansı qiymətində əbob n 10 bərabərdir n bərabərliyi doğrudur. Burada da ki, uşaqlar, əbobu n götürmüşəm. Əbob kiçik olurdu da, düzdür? Deməli, əbob kiçik olmalıdır. Bax, bu kiçikdir. N elə bil ki, ondan kiçik olan ədədlərdir və ona bölünən ədədlərdir. Qeyd elədikdə ondan kiçik olub, ona bölünən ədədləri qeyd elədik. 1, 2, 5, 10 C variantı. Sonra 22-yə baxaq. 22. Bir Vaqifin addımı 80, Sabirin addımı 70-dir. Hansı ən yaxın məsafədə onların
hər ikisi tam sayda addım atar. Uşaqlar, məsələdə həmişə ən yaxın, ən kiçik, ən az. Bax belə şeylər görəndə həmişə o ədədlərin əkobunu tapın. Niyə? Çünki əkobun açılışını bilirsiniz nə deməkdir? Ən kiçik ortaq bölünən. Yəni bu Q kiçik deməkdir. Yaxşı? Ona görə həmişə məsələdə az şeyi bizdən soruşanda bilin ki, orada əkob tapacağıq. Yəni 80 ilə 70-in əkobunu. 80 ilə 70-in əkobunu da necə tapacağıq? Sadə vuruqlarına ayıraq. 2-yə bölürəm 40, 2-yə bölürəm 20, 2-yə bölürəm 10, 2-yə bölürəm 5, 5-ə bölürəm 1. Keçirəm 70-ə. 70-in 2-yə bölürəm 35, 5-ə böləcəm bunu, 5-ə bölürəm 7, 7-yə bölürəm 1. Ortaq olanlara baxaq. 2-lər ortaqdır, 5-lər ortaqdır. Mən nə edirəm? Deməli, əkob tapıram. Ədədin birini dedik ki, götürürük. O birisində işarələmədiyimi götürürük və onları bir-birlərinə vururuq. Cavab edir 560 C variantı. Nə maraqlı? 23. 23-ə baxaq. Mən tövsiyə eləyərəm ki, sizə bu bölmənin testlərini biraz çox işləyin. Çünki ən qarışıq bölmədir bu uşaqlar üçün. Bunu biraz çox işləyin. Bu nədir belə? Deməli 100-dən 99 çıxanda eləyir 1. 98-dən 97 çıxanda eləyir 1. 95-dən 96-dan 95 çıxanda eləyir 1. Düzdür? 2-dən də 1 çıxanda eləyir 1. Yəni düzdür, hamısı 1 eləyir. Amma mən nə bilim burada nə qədər var. Baxaq da. Elə bir ki, bax burada 1-dən 100-ə qədər 100 dənə ədəd var. 100 ədəd var. Amma onların elə bir ki 2-2 qruplaşıb da. Məsələn bu ikisinin cavabı 1-dir, bu ikisinin hər ikisinin cavabı 1-dir. Yəni hər 2 dənəsi 1 sayılır da. Cüt kimi də elə bir bunlar. İndi baxaq görək burada neçə cüt var. Ona görə mən 100-ü 2-yə böləcəm. Çünki 2 2-dirlər axı, eləyəcək 50. Deməli burada 50 cüt var. Yəni 50 dənə 1 var. 50 dənə 1-i də toplayanda nə eləyər? Elə 50 eləyər. D variantı. 24-ə baxaq. N bərabərdir. Ədədinin 15-ə bölünməsindən alınan qalığı tapın. Uşaqlar, biz necə tapırıq həmişə alınan qalıqları? Deməli 15-in içində nə var? 3 ilə 5 var. Düzdür? Bax, mən toplamaya qədər olan hissəni ayırıram. Görün bu ədəd 15-ə tam bölünür. Baxıram ki, bunun da içində 3 ilə 5 var. Deməli bu tam bölünəcək. Burada qalıq söhbəti yoxdur. Yəni qalıq 0-dır. 27-ni də 15-ə böləndə qalıq neçə eləyir? 12 eləyir də, düzdür? Heç nə, ortada toplama var deyə 0 ilə 12-ni toplayıram, cavab 12 eləyir. Deməli, qalıq 12-dir. 25-ə baxaq. 25-də də deyir ki, 18-ə bölünməsindən alınan qalığı tapın. 18-in də içində nə var uşaqlar? 2 ilə 9 var da, düzdür? İndi toplamaya qədər olan hissəni bir dənə ayıraq. Görürəm ki, bax burada da 2 ilə 9 var. Yəni bunun içində olanların hamısı burada da olduğu üçün burada qalıq söhbəti yoxdur, tam bölünür. Qalıq 0-dır. 32-ni 18-ə böləndə isə qalıq olur 14. Ortada da toplama var. 0 ilə 14-ü toplasam cavab 14. A variantı. 26-ya baxaq. 26-ya. Deməli uşaqlar, deyir ki, bu ədədi 3-ə tam bölünür. A üstəgəl B cəmi hansı ədəd ola bilməz? Baxaq. 3-ə bölünmə qaydası rəqəmlərin cəmi ilə təyin olunur. Gəlin bunun rəqəmlərini nağayraq cəmləyək. 4, A, 5, B, 7. Rəqəmlərini cəmlədim. 9, 9-un üstünə 7 gəldim, 16. Üstə gəlsin A, üstə gəlsin B. İndi deyir ki, bu 3-ə bölünməlidir də. Deməli, 16-nın üstünə nə gəlsəm 3-ə bölünən ədəd eləyər uşaqlar?
16 belə deyək də, bax bu ifadə 3-ə bölünən olmalı. Yəni 18 ola bilər. Sonra 27 ola bilər. Niyə 27-yə qaçdım mən? Dəqiqə. 21 ola bilər, 24 ola bilər. Sonra 27 ola bilər. Düzdür? İndi 16-nın üstünə gərək 2 gəlim. Eləsin 18. 21 olması üçün 16-nın üstünə 5 gəlməliyəm ki, 21 olsun. Sonra 24 olması üçün 16-nın üstünə neçə gəlməliyəm? 24-dən 16 çıxanda 8 gəlməliyəm. 27 olması üçün 16-nın üstünə 13 gəlməliyəm, düzdürmü? Deməli, burada da mənə deyir ki, cəm hansı ədəd ola bilməz. Məsələn, cəm variantla yoxlayaq. 8 ola bilir. Bax 8 ola bilir, bu getdi. 2 də ola bilir də. 1 olsa və hə 2 də ola bilir. Dedikdə bax burada 2 ola bilər. Sonra 9 görək ola bilir. Bax 16-nın üstünə 9 gəlsəm nə eləyir? 25. Rəqəmlərinin cəmi 25 olsa o 3-ə bölünməz. Elə 9 ola bilmir. Amma 11 ola bilir. Amma mən bunu səhv yazmışam. Düz yazmışam. 11. Səhv yazmışam. Uşaqlar 27-dən 16 çıxanda 11 eləyir. 11, hə. 11 olurmuş. 11 olur. 17 də ki 16-nın üstündə baba 17 olsa 16-nın üstünə 17 gəlsə 30 eləyir. Yəni 30 da ola bilər. Cavab C variantı. 27-yə keçək baxaq. Deməli 27-də də eyni şəkildə deyir ədədi 3-ə tam bölünür. A üstə gəl B cəmi hansı ədəd ola bilməz? İndi mən rəqəmlərini nə edəcəm? Cəmləyəcəm. Biraz buraları yenə də silim. Çox nəsə olanda mən əsəbləşirəm burada. Bax mən deməli nə isə səhv eləyəndə, tutaq ki, cavabını hesablayıram, görürəm səhv alınıb da, heç vaxt onun üzərində düzəliş eləmirəm. Həmişə silirəm. Silib təzə səhifədən yeni bir dənə ağ vərəq götürüb orada başlayıram eləməyə. Onda həmişə düzəldim. Nə isə üstündə düzəliş eləyəndə heç vaxt onu düzəltmək mümkün olmur. Sizə də onu tövsiyə eləyirəm. Nə isə rəqəmlərini cəmləyək. 2, 3, neçə eləyir? 5. 5-in də üstünə 8 gəlsəm 13. 13 var, A var, B var. Rəqəmləri cəmlədim. İndi deyir ki, bu A üstə gəlsin B hansı ədəd ola bilməz? Variantla gedək elə ən yaxşısı. 8 olsa, 13-ün üstünə 8 gəlsəm eləyəcək 21. 21 3-ə bölünür. 20 ola bilər yəni bu. Sonra 5 olsa 18, 13-ün üstünə neçə gəlirəm? 5 gəlirəm. Eləyir 18. 18 də 3-ə bölünür. Bu da olar. 7 olsa 13-ün üstünə, bu neçədir? 7. 13-ün üstünə 7 gəlsəm eləyir 20. 23-ə bölünmür. Elə cavab C-dir. 28-ə baxaq. 28-də deyir ki, A bərabərdir. 6 vurulsun, 15 vurulsun, 21 ədədinin neçə müxtəlif, diqqətli olun burada, müxtəlif sadə vuruğu var. Burada siz nə edəcəm? Belə parçalayacağım. Məsələn, 6 2 vurulsun 3 deməkdir. Məsələn, 15 3 vurulsun 5 deməkdir. Məsələn, 21 3 vurulsun 7 deməkdir. İndi baxım görün burada fərqlər hansıdır? 2 var, 3 var. Bu 3-dən saymışam da, nəyə sayım? Fərqli olanlar deyir mənə. 5 var, 7 var. Deməli, fərqlilərin sayı neçə dənə oldu? 4 dənə oldu A variantı. 29-a baxaq. 29-da da həmçinin eyni şeydir. Deyir, bu ədədinin neçə müxtəlif sadə vuruğu var. Yenə A bərabərdir. 6 vur, 8 vur, 35. Mən nə ayıracağım? 6-nı 2 vurulsun 3 kimi yazacağım. 8-i 2, 2, 2. 3 dənə 2-ni bir-birinə vuranda 8 eləyir. 35-i də 7 vurulsun 5 kimi yazıram. Buradakı fərqli olanlar yenə 2-dir, 3-dür və bunları saymışam. 7-dir, 5-dir. Neçə dənəsi fərqlidir uşaqlar? 4 dənəsi fərqlidir. Sonra 30-a keçək. Mən bu kitabın şəklini yaxşı çəkməmişəm deyə ən altı düşməyib. Üzürlü sayın. Sizin onsuz hamımızın kitabı var da. Kitabdan baxıb variantı seçərsiniz. Bayaqkindən.
1 bölünən 15 dəfə artırıldı. Qismətin 5 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Baxaq uşaqlar. Deməli, yenə A bölünsün B bərabərdir C. Mən bunu kəsrlə yazıram. A bölünsün B bərabərdir C. Baxıram, bölünən 15 dəfə artırılır. Yəni A-nı 15 dəfə artırıram. Yəni 15-ə vururam, bölmürəm bu səfər. Qismət 5 dəfə artır. Qismət 5 dəfə artır. Baxaq. Bax, burada 15-dir, burada 5-dir. Deməli, 15 3-ə bölünməlidir ki, 5 olsun. Bunun üçün bölənə görə nə olub? Bax, bölən B idi də, B 3-ə vurulub. Deməli, 3 dəfə artıb. Cavab B variantı.